Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri əziz 9-cu siniflər, əziz abituriyentlər. Mən Araz müəllim bu gün sizlərə OTK-nın 12 oktyabr 2025-ci il tarixində keçirdiyi riyaziyyat üzrə sınağın izahlarını sizlərlə paylaşacağam. Videoya başlamazdan əvvəl videonu bəyənib kanala abunə olmağınızı sizdən xahiş edirəm. Başlayalım uşaqlar birinci sualdan. Ekranda görünür sual. Deməli bu misalı həll etmək üçün biz əvvəlcə 11,3'ü mötərizə xaricına çıxardarıq. Burada qalar 7,2 üstəlik 2,8 bərabərdir 1,3 vuraq. Mötərizənin içərisini toplasaq 10 eləyər. Onluq kəsirdə 10'a, 100'ə, 1000'ə və s. vurduqda sıfırların sağa qədər vergül sağa çəkilir. Cavab eləyər 113. Yəni B variantı. İkinci suala baxırıq. 1 kilogram 1 tonun neçə faizidir? Biz bilirik ki, 1 ton bərabərdir 1000 kiloqrama. Deməli bizdən onda 1 kiloqram 1 tonun, yəni 1000 kiloqramın neçə faizini təşkil etmək üçün 1 kiloqram bölərik 1000 kiloqrama və vurarıq 100%. 2 sıfır ixtisar aparsaq 1%, yəni 0,1%. Cavab D variantı. Deməli 3-cü suala baxırıq, növbəti suala baxırıq. Nədir? AN parçasının orta nöqtəsi N'dir. Yəni onda burada AN və N'in bərabərdir. NK parçasının deyir, orta nöqtəsi isə M'dir. Şöyle NK'nın da orta nöqtəsi M'dirsə, onda MK ilə M də bərabərdir. Burada 2 yazə bilərik. MB parçasının orta nöqtəsi də K'dır. Yəni MB'nin orta nöqtəsi K olarsa, yəni MK ilə də KB bərabərdir. Onda biz burada X yaza bilərik. Bizdən soruşur AN bölünmüş NB-yə. AN bizdə X-dir, bölünmüş, yaxud bunu kəslə də yaza bilərik. X bölünsün NB-yə. NB də bizdə 3X-dir. Yəni X-ləri ixtisar aparsaq 1/3. Yəni cavab B variantı. Baxırıq 34-cü suala, yəni 4-cü sualdır. A-nın hansı qiymətində bərabərlik doğru olar? Deməli, bu saf dövrünlük kəsirdir. Saf dövrünlük kəsiri adi işlə çevirmək üçün tam əvvəlcə tamda yazılır. Dövrdəki rəqəmlərin sağa qədər məxrəcə 9, dövrdəki rəqəm isə sürətdə olur. Üstə gələk 3,1 bərabərdir 9'da 50'yə. Biz bu kəsirləri toplamaq üçün əvvəlcə məxrəcləri bərabərləşdirməyə çalışaram. Məxrəcləri 9'a gətirmək üçün ikinci kəsin sürət və məxrəcini 3'ə vurarıq. Bərabərdir 9'da 50'yi də qarşıya da çevirsək 50'yi 9'a bölsək 5,9'da 5 eləyər. Biz də buradan görə bilərik ki, A-nın yerində 2 durur. Çünki 2,9'da 2 ilə 3,9'da 3 toplasaq 5,9'da 5 eləyər. Yəni cavab D variantı. 35-ci suala baxırıq. 12'nin natural bölənləri çoxluğu A-dır. Deməli şöyle A bərabərdir 12'nin natural bölənləri. 12'nin natural bölənləri 1, 2, 3'ə bölünür, 4'ə bölünür, 6'ya bölünür, bir də 12'yə bölünür. 12'dən kiçik sadə ədədlər çoxluğu B-dir. 12'dən kiçik sadə ədədlər çoxluğu 11'dir, 7'dir, 5'dir, 3'dür, bir də 2'dir. Bizdən kəsişmənin elementlərinin sayını soruşur. Əvvəlcə biz bunları kəsişdirəyin. Kəsişdirmədə bilirik ki, ortaq bölənlər götürülür. Ortaq elementlər burada hansılardır? Deməli 2'dir, 3'dür. Bəli, 2 və 3'dür. Bunların da sayını soruşduğuna görə cavab 2 eləyər. Yəni E variantı. Baxırıq 36-cı suala. Uzunluğu 48 km olan yolun altda 5 hissəsi asfaltlandıqdan sonra deməli 48 kilometrin 6'da 5 hissəsini taparıq. İxtisar aparsaq 40 kilometri asfaltlanıb. Bizdən deyir ki, asfaltlanmayan yolun uzunluğunu soruşduğuna görə ümumi yolun uzunluğundan asfaltlanan yolun uzunluğu çıxsaq 8 kilometrdir. Yəni cavab B variantı. Növbəti suala baxırıq.
Deməli, bizdə şəkildə göründüyü kimi A və B paralel verilmişdir. Sekəsəndir. Alfanın B-yə nisbəti 2-nin 7-yədir. Yəni biz alfaya 2K, B-yə isə 7K yaza bilərik. Onda betanın qarşısındakı qarşılıqlı bucaqlar bərabərdir. 7K olar. 7K və 2K daxili bir tərəfli bucaqlar olduğuna görə onların cəmi 180 dərəcəyə bərabərdir. 9K bərabərdir 180. K-yı alarıq 20. Bizdən beta bucağını soruşur. Beta bucağı da 7K olduğuna görə 7'yi vurarıq 20'yə. Cavab 140 dərəcə. Yəni C variantı. 38'ə baxırıq. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün ştrixlənmiş hissədə olan elementlərin sayına uyğun ifadələri müəyyən edin. Deməli, bizdə nə deyir? Deyir ki, A ilə B-nin fərqi üstə gələk B ilə A-nın fərqinin elementlərinin sayı. Deməli, uşaqlar, bizdə bax, bu rəhlənmiş hissə həqiqətən də bu rəhlənmiş hissə A-nın B-yə fərqidir. Bu rəhlənmiş hissə də B-nin A-ya fərqidir. Onda bu ikisinin cəmi dedikdə elə birinci uyğun gəlir. İkinciyə baxalım. İkinciyə deyir ki, A ilə B-nin cəmindən, deməli uşaqlar, A ilə B-nin cəmindən biz A ilə B-nin kəsişməsini deyə çıxsaq, bu iki hissəni verər. Xeyr, bu doğru deyil. Çünki bu ifadə, bu düstur ümumilikdə hamısını verir. Bax, bu şəkildə A ilə B-nin birləşməsini verir. Ona görə də o yanlışdır. Üçüncüyə baxaq, A ilə B-nin birləşməsindən, A ilə B-nin birləşməsi hamısı da bunun düzdür. Ondan deyir, A ilə B-nin kəsişməsini çıxaq. Bəli, A ilə B-nin birləşməsi hamısı da belə. Bizdən bunun kəsişməsini, yəni buranı çıxsaq, buranı kəsib götürsək, bəli, kənardakı sıralar qalar. Doğrudur. 1 və 3, yəni cavab D variantı. Növbəti suala baxırıq. A tək B cüt ədəd olarsa, ifadələrdən hansı qiyməti tək olar? Bəli, bunu bir neçə üsulla gedə bilərsiniz, amma siz rahat olsun deyə A-ya misal üçün tək ədəd 1 verin, B-yə isə cüt olaraq 2 verin və cavabları yoxlaya bilərsiniz. Hansı tək olduğunu görmək olar. Elə baxsaq, şələ D variantını yoxlasaq, A-nın yerinə 1 yazsaq, 1 üstəlik B-nin yerinə də 2 yazsaq, üzərinə də 1 yazsaq, bəli, 3 üstü 1, 3, yəni tək ədəd. Yəni cavab D variantı. 40-cı suala baxırıq. Deməli, biz bu sualda nə eləyə bilərik? Burada 3,4-də 3 vuraq 15-də 8. Burada 2,6-da 1 vuraq 26-da 3. Heç nə şurada biz 3,4-ü düzgün olmayan kəsə çevirək. 3-ü 4-ə vursaq 12, üstə 3 gəlsə 15, vurulmuş 15-də 8. Üstə gələk 2,6-da 1-i düzgün olmayan kəsə çevirsək 6-da 13 vurulsun 26-da 3-ə bərabərdir. İxtisarlara aparsaq burada 2 qalar, burada 1. Cavab eləyərik 2. Üstə gələk 16-dan demək 13-dən 26 ixtisar aparsaq burada 2. Burada da 2 qalar. Vursaq 4-də 1. Bu da eləyər 2,4-də 1. Yəni 2,25. Yəni cavab B variantı. 41-ci suala baxırıq. AB və CD düz xətləri O nöqtəsində kəsişir. Bizə deyir AOD, yəni bax, bu bucaq və BOD, bu bucağın fərqi. Yəni biz buna X, buna Y yazsaq, bizə verilən şərt odur ki, X ilə Y-in fərqi 30 olsun. Şəkildən də göründüyü kimi X və Y qonşu bucaqlardır. Onların cəmini 180 dərəcəyə götürə bilərik. İxtisar aparsaq tərəfə toplayıb 2x bərabərdir 210-a. X oldu 105. Y-də taxmasın 180-ə 105 çıxsaq 75 dərəcə olar. Bizdən də hansı bucağı soruşur? Bizdən BOC. Bax, bu bucağı soruşur. Bu da qarşılıqlı bucaqlar olduğunca burada X-dir. Yəni cavab 105. A variantı. Deməli, 42-ci suala baxırıq. 7-yə böldükdə natamam qismətdə 4, yəni 7-yə böldükdə natamam qismətdə 4 olan ən böyük natural ədəd tapın. Burada isə qalıqda da biz misal üçün bir dənə qalıq B yazaq. Onda burada nə alarıq? 7 vuraq 4 üstəlik B almış olarıq. Bir şeydə nəzərə salmaq lazımdır ki, bizdə qalıq həmişə böləndən kiçik olmalıdır.
7-dən kiçik olmalıdır. Onda bu ifadənin ən böyük qiyməti olması üçün biz B-nin yerinə bu şərti ödəyən ən böyük ədədi, yəni 6 yazmalıyıq. Cavab eləyər 34, yəni B variantı. Növbəti suala baxırıq. 70 dərəcəli bucağa qonşu olan bucağı tapın. Deməli, 70 dərəcə uyğun olan qonşu bucaq 180 dərəcədən çıxmalıyıq. Cavab 110 dərəcə. A, B və C müsbət ədədlər üçün 3A bərabərdir. Deməli, 3A bərabərdir 4B-yə, o da bərabərdir 5C-yə. Olarsa bizdən B üstələk C bölək A çıxaq B ifadəsinin qiymətini tapın. Bunu biz belə edək. Biz bunu hər hansı bir K ədədinə bərabər götürəyin. Onda buradan A'yı biz tapsaq, yəni 3A və K'yı bərabər götürüb buradan A'yı tapsaq, A nəyə bərabərdir? K bölək 3-ə. Buradan bununla K'yı bərabər götürüb 4B ilə K'yı bərabər götürüb B'yi tapsaq, K bölək 4 olar. Sonumuzdan da bu iki bərabərlikdən də C'yi tapsaq, K bölək 5 olar. Və yerlərini yazan B'nin yerinə K bölək 4, C-nin yerinə K böl 5, məxrəcdə K böl 3, çıxaq B-nin də yerinə yenə K bölək 4 yazsaq, bərabərdir. Deməli, sürətdə ortaq məxrəc 20-dir. Bura vurular 5-ə, bura vurular 4-ə. Toplasaq 9K eləyər. Burada da 12-dir. Buranı 4-ə, buranı 3-ə vursaq, 4K-dan 3K çıxsaq K eləyər. Bərabərdir. Deməli, 9K bölək 20-yi bölməliyik K bölək 12-yə. Birinci kəsri olduğu kimi saxlayıb, ikinci kəsrin tərsinə vuraq. Kalar ixtisar gedər. 12 ilə 20-yi hər ikisini 4-ə aparsaq, burada 3, burada 5. Cavab eləyər 5-də 27. 27-yi də 5-ə bölsək uşaqlar, 5,4 alınır. Yəni cavab E variantı. Növbəti suala baxırıq. 3 elementi olan A çoxluğu 5 elementi olan B çoxluğun alt çoxluğudur. Yəni A-B-nin alt çoxluğudur. Bizdən deyir ki, N-A-B, yəni A ilə B-nin kəsişməsi üstələk N-A ilə B-nin birləşməsinin limitlərinin cəmini tapın, sayını. Əgər A-B-nin alt çoxluğusa da onların kəsişməsi A-nı verir, yəni N-A-ya bərabər olur. Birləşmədə isə böyüyə, yəni N-B-yə bərabər olur. Deməli, A-nın elementlərinin sayı 3 idi, B-nin elementlərinin sayı 5 idi, toplasaq 8 olar. 47-ci suala baxırıq. 60 ədədin 60%, yəni 60-ın 60% dedikdə 60-ı 60-a vurub 100-ə bölərik. 70 ədədinin 70%, 70-in 70%, B olarsa, yəni bunlar B-yə bərabərdir. Birinci də A-ya bərabər deyir. İkinci isə B-yə bərabərdir. Onda birincidə A-ya alarıq biz, ixtisar aparsaq 36 alarıq. B-yə isə ixtisar aparsaq 49 alarıq. Bizdən də nə soruşur? Bizdən də B çıx A fərqini soruşur. 49-dan 36-yı çıxsaq cavab 13. 48-ci sualda nədir? AB və CD kirəgəlmə ədədləri üçün bu bərabər olarsa A üstələk B üstələk C cəmini tapın. AB necə açırdıq? Təhlil yoğunluq kimi açsaq 10A üstələk B üstələk CD-dən də açsaq 10C üstələk D üstələk 9B bərabər 80 çıxaq 9D-yə. 10A olduğu kimi qalsın uşaqlar. Üstələk B ilə 9B toplasaq eləyər 10B. Mənfi 9D bu tərəfə keçsək müsbət 9D üstəlik müsbət D-yə gəlsək müsbət 10D bərabərdir 80-ə. Deməli biz buradan hər tərəfi 10-a bölsək, ixtisar aparsaq, yəni 10-u mörtəzə xərcdən çıxardaq əvvəlcə. Bu şəkildə yazsaq, hər tərəfi də 10-a ixtisar aparsaq, A üstələk B üstələk D cəminə 8 almış olarıq. 49-cu suala baxırıq. Uyğun tərəflər perpendikular olan iki bucağın dərəcə ölçüləri 7-8 nisbətində olarsa, kiçik bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəflər perpendikular olan bucaqlar ya bir-birinə bərabər olur, ya da cəmi 180 dərəcədir. Ona görə biz bərabər olmadıqca 180 dərəcəyə bərabər götürməliyik. 15K bərabər 180, K-yalarıq 12. Kiçik bucağı soruşur, 7-yi 12-yə vurarıq 84. Böyüyü də sorsaydı 8-i 12-yə vurarıq 96 olardı. Bizdən cavab 84-ü sorulur. 50-ci suala baxaq. Bizdə deyir ki, A budur və B də budur. Bizdən A üstələk B cəmini tapmaq tələb olunur.
Biz bunları baxırıq elə alt-alta toplaya da bilərik. 12,3 dövrdə 456, 87,6 dövrdə deməli 543, toplasaq 9, 9, 9 bu bizim dövrdür. Burada da 9, burada da 9, burada da. Bu daşlar əslində 99 tam dövrdə 9 deməkdir. Onun üçün 99 və 909-a dövrlədiyinə görə bu cür şəkildə yaza bilərik. Bu da 99 tam 9-da 9 deməkdir. Adi kəsə çevirsək bu da əslində cavab 100 olar. 51-ci suala baxırıq. OD şüası AOC düzbucağın tənbölənidir. Bir dənə düzbucaq çəkək. AOC. OD şüası bunun tənbölənidir. Tənböləni qeyd etdik. OY şüası isə AOD-nin tənbölənidir. Bu da AOD-nin tənbölənidir. Bu hissənin tənbölənidir. Bizdən COY bucağını soruşur. Düz bucaq olduğuna görə şöyle AOD tənbölən olduğuna görə 45 dərəcə bura, 45 dərəcə bu hissəyə qalırdı. OY də öz növbəsində tənbölən olduğuna görə 45-i 2-yə bölsə 22,5 və 22,5 yaza bilərik. Bizdən də COY-ni soruşur. Yəni bu hissəni soruşur bizdən. Bucaq COY bərabərdir. 22,5 üstələ 45, 67,5 dərəcə olar. 52-ci suala baxırıq. Birinci qutuda olan kürəciklərin 30%, ikinci qutuda olan kürəciklərin 60% ağ rənglidir. Bu iki qutudakı bütün kürəciklərin 55% ağ rəngli olarsa, birinci qutuda olan ağ kürəciklər, ikinci qutuda olan ağ kürəciklərin neçə faizini təşkil edir? Yazaq birinci, ikinci, belə yazaq. Deməli, birincidə olan ümumiyyətlə kürəciklərin sayı x olsun, bu da y olsun. Bizə deyir ki, indi birincinin 30% ağdır, yəni 0,3x, ikincinin isə 60% ağdır, 0,6 y. Bura cəm yazaq. Uşaqlar, deməli, cəm x üstələ y-dir və ağların cəmi də 0,3x üstələ 0,6 y-dir. İndi bizə nə deyir? Bu iki qutudakı bütün kürəciklərin 55%, bu iki qutuda olan bütün kürəciklər x plus y-dir. Yəni, x üstələ y-kin deyir 55% ağ kürəciklərdir. Yəni buna bərabərdir. Ağ kürəciklər bunlar daxil 0,3x üstələ 0,6 y-ə. Deməli biz 55-i sürətə vursaq 55x üstələ 55y bərabər 100-ü də çarpaz olaraq bərabərlərin sağ tərəfinə vursaq 30x üstələ 60y alarıq. X-ləri bərabərlərin sol tərəfinə keçirsək 30 və 55 çıxsaq 25x bərabər y-ləri sağ tərəfə keçirsək 5y alarıq. Hər tərəfi 5-ə bölsək y alarıq 5x. Y-ə 5x aldı. İndi bizdən nə deyir? Birinci qutuda olan ağ kürəciklər, birinci qutuda olan ağ kürəciklər 0,3x-dir. İkinci qutuda olan ağ kürəciklər neçə faizini təşkil edir? Yəni bunun neçə faizini təşkil edir? 0,3x, 0,6 y-in neçə faizini təşkil etdikdə onları bölüb 100-ə vurmalıyıq. Buradan x-lar deməli, yox, x-lar olduğu kimi qalsın, hələ deyəmək olaraq. Deməli, buradan vergül ata bilərik. Sürətdə qaldı 3x, məxrəcdə 6y, vuraq yenə 100 yazaq. İlkin yenə də şələr 5x yazmalıyıq da. Sürətdə 3x qalsın. İlkin yenə də 5x yazsaq, 5-i də 6-ya vursaq eləyər 30x, vuraq 100-ə. İxtisar aparsaq, burada 10 qalar, 100 ilə də 10 ixtisar aparsaq, cavab 10% eləyər. Növbəti suala baxırıq. 53-cü sualda nədir? Diaqramda A və B ədədlərinin sadə vurğuların sayı verilmişdir. Əbub A, B-ni tapın. Deməli, bizdə A-da hansı sadə vurğular var? A-da baxırıq ki, uşaqlar 2-dən, yəni bu 2-dir, 2-dən 5 dənədir, 2 üstü 5 vuraq, bir də 3-dən də 4 dənədir. Onda B-dən nə var? 2-dən 3 dənədir, yəni baxın 2-dən 3 dənə. Deməli, B-dən isə 7 dənədir. Yəni 3-dən isə 7 dənədir. Bizdən əbob soruşur. Biz də bilirik ki, əbobda ortaq bölənlər götürülür. 2 üstü 5 və 2 üstü 3-dən kiçik götürürük. 2 üstü 3-ü, çünki böləni götürürük.
3/4 ilə 3/7-dən 3/4-ü götürürük. 2/8 eləyər, 3/4 81 eləyər. Deməli cavab eləyir 648. 54-cü suala baxırıq. A və B paraleldir. Alfa 20 dərəcə, beta 80 dərəcə olarsa, qamma bucağını tapın. Deməli biz bura 20'yi yazaq. Beta isə 80 yazaq. Biz bunu belə uzatsaq, bu şəkildə uzatsaq, bura misal üçün bir dənə A yazsaq, bizim belə bir qayda var. Qaydı yada salaq uşaqlar. Deməli, yaxud da bu tərəfdən belə çəkək. Belə çəksək. Bax, bura x, y yazsaq, x və y. Burada bir qamma yazsaq, x ilə y-in cəmi qammaya bərabər olur. Yəni 20 ilə alfanın, A-nın cəmi 80 dərəcəyə bərabər olmalıdır. Onda A-yı aldıq 60 dərəcə. Bura oldu 60 dərəcə. Qamma da ona qonşu bucaq olduğuna görə 180-dən də 60'ı çıxsaq eləyər 120 dərəcə. Növbəti suala baxırıq. Deməli A B-yə paraleldir. Baxalım şöyle, bax burada A budur. B isə budur. Bunlar paraleldilər. Alfa 150 dərəcədir. Onda bura olar 30 dərəcə. Bura 150 olarsa qonşusu 30 dərəcə. Daxil çarpaz bucaqlar bərabər olduğuna görə bura 30 dərəcə olar. Bizdən sorusu nəyə? Bizdən beta'nı sorusur. Bunu sorusur. Deməli biz buradan nə edə bilərik? 30'un qarşılıq bucağını taparıq. Sonra bizə nə deyir? C ilə D deyir perpendikulyardır. Şöyle bax. Bu və bu C və D perpendikulyardır. Bura 90 dərəcə oldu. Onu özü verir şərtdə. Onda biz buranı tapa bilərik. Deməli 90, 30, 180'ə bu ikisinin cəmini çıxsaq buraya 60 alarıq. Beta ilə də 60 qonşu bucaq olduğuna görə 120 dərəcə alarıq. Çünki 180 ilə bir 60'a çıxdıq da uşaqlar. İnşallah bu qədər. Sağ olun.